Cəfərov Yusif Mübarizoğlu 1996-cı il aprelin 25-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra Mingəçevir Dövlət Universitetinin məzunu olub. Daha sonra isə müddətli həqiqi hərbi xidmətə yollanıb. Övladı haqqında qürurla danışan anası Gülbəniz Əliyeva deyir ki, Yusif hələ uşaq yaşlarından hərbiyə meyilli idi. Yusif evin yeganə övladı olaraq seçildiyi kimi eldə obada da seçilən bir uşaq idi. Çox ağıllı və istedadlı idi. Onun haqqında danışmağa günlər, aylar, illər yetməz. Orta məktəbi bitirdikdən sonra ali məktəbi də bitirən Yusif daha sonra həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Müddətli xidmətini bitirdikdən sonra ordu sıralarında qalmağı çox istəyib. Çünki vətəninə, bayrağına çox bağlı biri idi. Müharibə başlayan zaman Yusifə çağırış gələndə onun sevincinin həddi hüdudu olmayıb. Sentyabrın 30-da o cəbhəyə yollanıb. Döyüş yolu Füzulidən başlayıb və həmçinin Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində olub və şücaəti ilə seçilib. Gərgin döyüşlər zamanı Yusif qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və 4 noyabrda Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Yusif sentyabrın 30-u getdi müharibəyə. Belə ara sıra zəng vururdu. İndi müharibə idi də, çətin dövr idi. Olurdu, olmurdu telefon. Amma belə zəng eləyib danışanda həmişə deyirdi ki, mama heç darıxma, narahat olma, inşallah hər şey yaxşı olacaq. Torpaqlarımızı alacaq, gələcək sağ-salamat. Mən də Yusif elə deyirdi, mən də ürəyimdə sakitlik tapırdım ki, balam deyirsə yaxşıdır, deməli hər şey yaxşı olacaq Allahın köməkliyi. Qeyd edək ki, Cəfərov Yusif döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə vətən uğrunda cəsur döyüşçü, Cəbrayılın azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalları ilə təltif olunub. Elvin Qudrətov, Aydın Yavərzadə, bugün informasiya proqramı üçün.